Son günlər yağıntıların artmasının və havanın təmizlənməsinin səbəbi İran tərəfindən vurulan ABŞ bazalardır. Hələ 2011-ci ildə İranın keçmiş prezidenti Mahmud Əhməd-Necad bildirmişdi ki, keçən il Avropalılar sahib olduqları xüsusi texnologiyalar vasitəsilə yağışlı buludları boşaldaraq onların İranın da daxil olduğu bölgə ölkələrinə çatmasının qarşısını aldılar. Buludlar qərbdən şərqə doğru hərəkət etdiyinə görə bu proses nəticəsində İranda yağış yağmadı. İranın bəzi bölgələrində ötən il ciddi quraqlıq yaşanmışdı. Əziz izləyicilər, ABŞ və İran arasında başlayan qarşıdurmalardan sonra İran bölgədə erkən xəbərdarlıq və müdafiə sistemlərinə yönəlik diqqət çəkən bir addım atdı. 2026-cı ilin mart ayının ilk günlərində ABŞ-yə aid bölgədə radar obyektlərini hədəfə aldı. Bir çox tanınmış mütəxəssislərin iddialarına görə bu hadisədən sonra bölgədə yalnız hərbi balans deyil, həm də ekoloji şərait dəyişməyə başladı. Məxsusən Türkiyə, İran və İraqda uzun müddətdir kritik səviyyədə olan su anbarlarının doluluq göstəricisində artım müşahidə olundu. Quruyub məhv olmaq üzrə olan Urmiya gölü dolub daşdı. İranın onlarla quruyan su anbarları su üzü gördü. Tehranda hava tamamilə dəyişdi və İran səmalarından xoş bir ətir hər yerə yayıldı. Tehran dünyada havasının ən çirkli olduğu şəhərlərdən biri idi və indi isə belə deyil. Fərad və Diclə çaylarında daşqın həddinə yaxınlaşan su axını artımı qeydə alındı. Quraqlıq səbəbindən quruyan bəzi göllərin yenidən dolmağa başladığı və ekosistemdə nəzərə çarpacaq canlanma baş verdiyi bildirildi. Digər tərəfdən də hava keyfiyyətində də diqqət çəkən dəyişikliklər gündəmə gəldi. İstanbulda uzun illərdir nadir hallarda müşahidə olunan aydınlıqla təxminən 100 km uzaqlıqdakı Uludağın seçilə bildiyi görüntülər paylaşıldı. Bəlkə də həqiqətən yağıntını, buludları və hətta zəlzələləri idarə etmək mümkündür. Bəs siz bu mövzu haqqında nə düşünürsünüz? Sadəcə buna əmin olun ki, İsrail aradan gedəndən sonra dünya mühtəşəm hadisələrə şahid olacaq. Laboratoriyalarda yaradılan süni xəstəliklər aradan gedəcək, iqlim dəyişəcək və yetimxanalardan uşaq oğurluqları sona çatacaq. Hərbi xidmətlərdə əsgərlərimiz öldürülməyəcək, onların orqanları satılmayacaq.